Baku basın balansında olan avtobus ağaca çırpılıb. Hadisə bugün, yəni martın 24-ü səhər saatlarında Musabeyev Parkının qarşısında baş verib. Belə ki, 10 nömrəli müntəzəm marşrut xətti ilə hərəkət edən Baku basın balansında olan sərnişin avtobusu ağaca çırpılıb. Nəticədə ağac aşaraq yolun kənarındakı nəqliyyat vasitəsinin üzərinə düşüb. Bununla yanaşı sərnişin avtobusunda olan 3 nəfər sərnişin yüngül dərəcəli bədən xəsarətləri alıb. İlkin ehtimallara görə avtobusun ağaca çırpılmasına səbəb sürücünün ehtiyatsızlığı olub. Bugün saat 07:10 radələrində Bakubas MMC-nin balansında olan 10 nömrəli marşrut xətti üzrə hərəkət edən 77 JA 658 dövlət qeydiyyat nişanlı avtobus Nazim Hikmət küçəsi 73 ünvanında hərəkətdə olarkən yol kənarındakı ağaca çırpılıb. Nəticədə ağac qırılaraq yol kənarında dayanacaqda dayanan 90 T 377 dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə aşıb. İlkin məlumata əsasən nəqliyyat vasitəsinin sürücüsü Məcidzadə Şəhriyar ehtiyatsızlıq səbəbindən idarəetməni itirib və nəticədə avtobus yoldan çıxaraq ağaca çırpılıb. Hadisə ilə bağlı aidiyyəti qurumlara məlumat verilib və hazırda araşdırma aparılır.